Avqustun 26-sında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirildi. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Down sindromlu şəxslərin asosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşdü, onlarla səmimi söhbət etdi. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hər tərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları, fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondunun prezidenti paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşatdı. Tədbirdə balacalar üçün qurulan əsl bayram havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəltdi. Uşaqlar müxtəlif rəqslər və mahnılar ifa etdilər. Balacalar yalnız uşaqlara xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşdülər. Bu təbəssümü isə onlara Mehriban Əliyeva bəxş etdi. Fondun təşkil etdiyi növbəti xeyriyyə aksiyası sayəsində uşaqlar daha bir mənalı və yaddacanan gün yaşadılar. Azərbaycanın birinci xanımının rəhbərliyi ilə Heydər Əliyev Fondu yarandığı gündən indiyədək çoxlu sayda humanitar layihələr həyata keçirib. Fondun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin maddi sayıncı təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Fəaliyyətində uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə də azdır şüarını əsas götürən Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırlanan proqram bu istiqamətdə həyata keçirilən ən yeni tədbirlərdəndir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs etdilər. Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olundu.